Hər kəsə salam. Ulusal Antalya Matematik Olimpiyatlarının 2004-cü ildə düşən final suallarının izahına baxırıq. Şimdi başlayırıq 2 sualdan. Deyir ki, m ilə n müsbət tam ədədlər olsun və m kvadrat üzərinə gəlsin. M-in üzərinə gəlsin. N kvadrat ədədinin son rəqəmi 0 isə sondan ikinci rəqəminin də 0 olduğunu isbat edin. Deməli, m ilə n müsbət tam ədədlərdirlər. Və biz ispat eləməliyik bunu. İndi m kvadrat üzərinə gəlsin, m-in üzərinə gəlsin n kvadratı. Əgər bu ona tam bölünürsə və 100-ə də tam bölündüyünü göstərmək istəyiriksə, dolayısıyla biz bunun göstərməliyik ki, 4-ə və 25-ə tam bölünür. İndi bu 10-a bölünür və həmçinin son basamağı, yəni son rəqəm 0-dırsa, deməli bu cütdür. Bu cütdür. Və bunun cüt olması üçün m və n nə olmalıdır? Cüt olmalıdır. Ona görə də bu 4-ə bölünəcək. Yəni 4-ə bölündüyünü buradan göstərdik. 25-ə bölündüyünü göstərsək bitir. Yəni biz göstərməliyik ki, bu cəm 5-ə tam bölünür. Əgər bu tam bölünürsə, onda m kubudsak n kubuda tam bölünür. Çünki bu, yəni bu hissə m kubudsak n kubunun vuruqlarından biridir. Deməli, belə yazırıq. Deməli, bu da tam bölünməlidir 5-ə. Və bir ədəd 5-ə bölünəndə 1, 2 hansı qalıqları verə bilər? 0, 1, 2, 3, 4 qalıqlarını verə bilər mod 5-də. Həmçinin həmin ədədin kubu da 0, 1, 2, 3, 4 qalıqlarını verə bilər mod 5-də. 3, 4 mod 5-də. İndi biz ispat eləməliyik ki, m kubudsak n kubu bölünür 5-ə. Yəni tam bölünür 5-ə. Yəni bu deməkdir ki, bunların hər ikisi mod 5-də eyni qalıq verməlidir. Yəni m də r qalığını versin, n də bir r qalığını versin mod 5-də. Biz bunu göstərməliyik. Bu zaman belə çıxır ki, m kvadrat üzərinə gəlsin m-in, üzərinə gəlsin n kvadratı. Baxın, bunun verdiyi qalıq olacaq r kvadratı. Bunların da hasili olacaq da r kvadratı, r kvadratı. Yəni verəcək 3r kvadratı mod 5-də. İndi buradan da çıxır ki, m kvadrat üzərinə gəlsin m-in, üzərinə gəlsin n kvadratı bərabərdir 0 mod 5-də. Yəni 3r kvadratı bərabərdir 0 mod 5-də. Yəni buradan da çıxır ki, r bərabərdir 0 mod 5. Və buradan da çıxdı ki, m-n 5-ə tam bölünür. Yəni dolayısıyla bu cəmdə 25-ə tam bölünür. Həm 25-ə tam bölündüyünü göstərdik. Baxın burada, həm də 4-ə də tam bölündüyü onsuz da açıq aydın görünürdü. Deməli, bu ədəd həm də 100-ə tam bölünəcəkdir. Deməli, bu da onu göstərir ki, son iki rəqəmi, sondan ikinci rəqəmlərin hər ikisi 0-dır. Bunu ispat eləmiş olduq. Keçək ikinci suala. Bizə deyirlər ki, x müsbətdir, y böyükdür, 1/2 üzərinə gəlsin x-dən və x, y-də həqiqi ədədlər çoxluğuna daxildir. Bizə deyir ki, və bu şərtlər əsasında x üstü 30-dan y üstü 30-un cəmi 1-ə bərabərdir. Bizə deyir ki, y ədədinin onluq kəsir formasındakı yazılışında vericidən öncə iç 9 ədədin 9 olduğunu göstərin. İndi baxın, biz bu cəmə əsasən deyə bilərik ki, x ilə y 0 ilə 1 aralığında yerləşir. Və bizə də deyir ki, baxın, y bundan 2-də 1 üzərinə gəlsin x-dən böyük, yəni y daha böyükdür. Bu şərti yaza bilərik. Və buradan çıxır ki, y üstü 30-dan böyükdür. Yəni bu da bərabərdir 1 çıxaq x üstü 30-dan. Deməli, biz ispat eləsək ki, x üstü 30 kiçikdir 1 bölünsün 10 üstü 9-dan. Bu zaman misalı bitirmiş olarıq, məsələni bitirmiş olarıq. Biz bunu belə də yaza bilərik ki, x üstü 10 deməli 1 bölünsün 10 üstü 3-dən deməli kiçikdir. Və biz yaza bilərik ki, baxın, yaza bildiyində bizə bu verilmişdi də onsuz. X deməli kiçikdir, y çıxılsın 1/2-dən. Yəni bu da kiçikdir, 1 çıxaq 1/2-dən, yəni 2-də 1-dən. Baxın, hamısını verilənlərə əsasən yazıram. Bu verilib, bir də bu verilib. Və buradan da tapırıq ki, x 1 bölünsün 2-dən kiçikdir.
Və buradan da yaza bilərik ki, x üstü 10 1 bölək 2 üstü 10-dan, yəni 1 bölək 1024-dən kiçikdir. 1 bölək 1024-də 1 bölək 1000-dən kiçikdir. Deməli, buradan isbat elədik ki, 1 bölək 10 üstü 3-dən x üstü 10 nədir? Kiçikdir. Bu da nə demək? X üstü 30 kiçikdir 1 bölək 10 üstü 9-dan və buradan da isbat bitmiş olar. Keçək 3-cü suala. Asal sayı sadə ədəd deməkdir. Yəni P daxildir bir sadə ədəd çoxluğuna. N də deyir ki, müsbət tam ədəddir. Deyir ki, MP plus 1 də MP plus 1 ədədi bir tam ədədin deyir kvadratı olsun. İsbat edin ki, M plus 1 ədədi P-dən tam kvadratın cəmi şəklində yazıla bilər və bizə də deyir ki, tam karelerin farklı olması gerekmiyor. Yəni tam kvadrat ədədlər bir-birindən fərqli olmalı deyil. Yəni bu vacib deyil. Yəni bizə deyir ki, bu ədəd k kvadratıdır. Yəni hər hansı bir ədədin kvadratıdır. Buradan NP-ni yaza bilərik ki, k kvadrat çıxaq 1 şəklində. Bunu da vuruqlara ayırsaq, k çıxaq 1 vurulsun k plus 1 şəklində vuruqlara ayrılacaqdır. İndi P demişdik ki, sadə ədəddir. Deməli, bunlardan hər hansı birinə bölünməlidir. Yəni buna bölünməli. K çıxaq 1-ə bölünür, tam bölünür P-yə ya da k plus 1 tam bölünür P-yə. İndi birinci hala baxaq ki, k çıxaq 1 LP-nin hər hansı bir mislidir. Və buna əsasən yaza bilərik ki, k bərabərdir LP plus 1. Aha, buradan da NP plus 1 bərabərlikdir k-nın kvadratına. Yəni yaza bilərik ki, LP plus 1-in kvadratına. Bunu açaq. L kvadratı P kvadratı üzərinə gəlsin 2LP üzərinə gəlsin 1. Buradan da NP-ni, yəni bu birlər getdi də, bərabərdir L kvadratı P kvadratı üzərinə gəlsin 2LP-yə. Buradan da N bərabər hər tərəf P-yə bölsək, L kvadratı P üzərinə gəlsin 2L-ə. Hər tərəfin üzərinə 1 gəlsək, bərabərdir L kvadratı P üstə gələk 2L plus 1-ə. Tam kvadratı ayırsaq, N plus 1 vuraq, P çıxaq 1 vurulsun L kvadratı. Belə yaza bilərik. Bunu da bir qruplaşdıram. L kvadratı üzərinə gəlsin 2L plus 1. N plus 1 də bərabərdir. P çıxaq 1 vurulsun L kvadratı üzərinə gəlsin L plus 1-in kvadratı. Buradan göstərdik ki, N plus 1 P-nin tam kvadratın cəmi şəklində yazıla bilər. Yəni L kvadratlardan P çıxaq 1 saydadır. Üzərinə gəlsin də L plus 1-in kvadratıdır. Yəni bu da bir dənəsi də burada var. İndi ikinci halımıza baxırıq. İndi baxaq ki, k plus 1 məsələn hər hansı bir P-nin misli SP olsun. Buradan k bərabərdir SP çıxaq 1-ə. Bu da NP plus 1 də bərabərdir SP çıxaq 1-in kvadratı. Yəni SP-nin kvadratı çıxaq 2SP plus 1. Buradan da NP-nin özü bərabərdir S kvadratı P kvadratı çıxaq 2SP-yə. Buradan da hər tərəfi yenidən P-yə bölsək, N bərabərdir PS kvadratı çıxaq 2S. Və buradan da N plus 1 bərabərdir P çıxaq 1 vurulsun nəyə? S-in kvadratına üzərinə gəlsin. Yenidən baxın, qruplaşdırıq. S kvadratı çıxaq 2S plus 1. Bu da S çıxaq 1-in kvadratı olacaqdır. Və buna görə də N plus 1-də göstərdik ki, P dənə tam kvadratın cəmi şəklində yazıla bilər. Yəni bu da üçüncü sualımızın isbatı idi. Keçək 4-ə. Bizə belə bir şəkil verilib. Deyir ki, ABC üçbucağında BC tərəfinin orta nöqtəsindən çəkilən perpendikulyar B bucağının tənbüləni Y nöqtəsində, AB-nin orta nöqtəsindən çəkilən perpendikulyar isə B bucağının tənbülənini F nöqtəsində kəsir. Və deyir ki, B-nin tənbüləni çevirən yenidən C nöqtəsində kəssin. BY ilə FC-nin deyir ki, bərabər olduğunu göstərin. İndi bizə verilib ki, BY ilə SY bərabərdir. Biz ona görə isbat eləsək ki, SY ilə də FC bərabərdir. Bu zaman isbat bitər. Və buradan göründüyü kimi CYS üçbucağından AFC üçbucağı bir-birinə kongruent, yəni bərabərdir. Yəni bunu göstərməliyik biz. Buradan görünür ki, yəni tənbölən idi. Tənbölən xassəsinə görə SYC bərabərdir 2 SBC-yə. Bu da bərabər nəyə? SBA-ya. Buradan da çıxır ki, SCB bərabərdir SAB-yə.
Və buradan da biz deyə bilərik ki, CYS üçbucağından ABS üçbucağı oxşardır. İndi həmçində baxsaq görərik ki, AFC ilə də ABS də oxşardır. Yəni buradan da çıxır ki, deməli CYS ilə də AFC bir-birinə oxşardır. Yəni AC ilə CS bərabərdir, SY ilə FC bərabərdir. SY ilə FC bərabər olduğundan çıxır ki, BY ilə də FC bir-birinə bərabərdir. Yəni bu məncə asan sual idi. Keçsək növbəti sualımıza. Deyir ki, verilmiş kvadratın sahələrinin nisbəti 1/5 olan ki, trapesiya ayıran 9 düz xətt verilib. Göstərin ki, bu 9 düz xəttdən ən azı 3-ü eyni bir nöqtədən keçir. Məsələn, gəlin bir dənə kvadrat çəkək. Təxmini düz xəttlər də çəkirəm 2 dənə. Nöqtələri də qeyd edək. Məsələn, burada indi mən təxmini bir hissəni çəkdim. Bizə belə bir fiqur verilib. Şəkildəki 4 nöqtədən burada göründüyü kimi hər biri kvadratın orta xəttlərini 1-in 5-ə nisbətində bölən nöqtələrdir. Və bilirik ki, trapesiyanın da sahəsi bərabərdir nəyə? Hündürlüklə tən bölən hasinə. İndi kvadratı sahələri 1/5 olan ki, trapesiyaya ayıran hər bir düz xətt bu nöqtələrdən birindən keçməlidir. Yəni nöqtə sayı 4-dür. Nöqtə sayı n nöqtə yazıram belə. N nöqtə sayı 4-dür və düz xəttin də sayı n düz xətt belə qoyuram 9-dur. Ona görə bir nöqtədən ən azı 3 düz xətt keçməlidir ki, və bu da isbat bitirir. Baxaq sonuncu və maraqlı bir sual. Deyir ki, 10 vurulsun 10 ölçüsündə, yəni nisbətində olan xanalar cədvəlinin hər xanasına 10-dan böyük olmayan müsbət tam ədəd yazılıb. Elə ki, ortaq tərəfi, ortaq təpəsi olan istənilən 2 xanadakı ədədlər qarşılıqlı sadədir. Göstərin ki, deyir ki, cədvəldə ən az 17 dəfə təkrar olunan ədəd vardır. Yəni biz cədvəli 2 vurulsun 2 ölçülü 25 ədəd xanaya ayıraq. 25 dənə xanaya ayırsaq, hər bir hissədə biz ən çox bir dənə cüt və yaxud bir dənə 3-ə bölünən ədəd olduğunu görə bilərik. Deməli, ən az 2 xanada yazılan ədədlərdən yəni hər hansı biri ya 1-dir, ya 5-dir, ya da 7-dir. Deməli, ümumi bunların sayı n ümumi 1, 5, 7 yazıram belə formada. 25 vurulsun 2 ədəd olacaq. Yəni ən az 25 xanaya bölmüşəm, yəni 25 hissəyə bölmüşəm və ən az ikisi də bunlardan biridir. Yəni ən az 50 dənə bu üçündən biridir. Və birinin də təxmini sayını hesablamaq istəsək, 50-ni böləcək 3-ə və bunun tam hissəsini götürürük 17. Buradan da isbat bitir ki, yəni bu ədədlərdən ən azı 17 dənə biri təkrarlanıb. Yəni 1, 5, 7-dən ən azı biri 17 dəfə təkrarlanıb. Və bu da bu sualların izahı idi.